videonun davamını çəkirəm. Əslində mən videonu bayaq tam olaraq çəkmişdim. Sadəcə olaraq səs yazan dayanıbdı. Mənim də xəbərim olmayıb. Əsəri bitirəndən sonra baxdım ki, səs yazan dayanıbmış. Nəsə onsuz da axırındayıq. Axı biz nə eləmişdik hissəsində qaldıq. Burada şəhidlər bəziləri adları çəkilməklə göstərilir. Sanki onların günahsız olduğu vurğulanır və belə bir sual səslənir ki, axı biz nə eləmişdik? Yəni bizim günahımız nə idi? Şəhidlər xiyabanı. Dilə gəlir məzarlar. Axı biz nə eləmişdik? Sanki o şəhidlər xiyabanındakı məzarlar dilə gəlir. Dil açırlar ki, biz nə eləmişik? Bizim günahımız nədir? Axı biz nə eləmişdik? Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Fərizənin, İlhamın, Fərizə və İlhamın da adı çəkilibdir. Yadınızda saxlayın. Çırağı söndürülmüş komasında səslənir. Axı biz nə eləmişdik? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında səslənir. Onlar da dua edəndə deyir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual məktəbli Larisanın 20 yanvar şəhidlərindən lentə tutulmuş partasında səslənir. Axı biz nə eləmişdik? Günahsız qurbanların başdaşında səslənir. Onların yetim qalan körpə balalarının dünyadan haqq istəyən göz yaşında səslənir. Axı biz nə eləmişdik? Bir növ o şəhidlərin, o yetim qalan körpələri də deyir bunu, deyirlər ki, balalarının deyir, dünyada haqq səsi istəyən göz yaşı, o körpələrin deyir göz yaşı var, onlarında sanki səslənir ki, axı biz nə eləmişdik, yəni niyə belə olduq? Bu ittiham, bu sual bağrına dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Axı biz nə eləmişdik? Cavab verən olmadı, boğdular bir millətin, axı biz nə eləmişdik deyən o haqq səsini. Çadırlar quruldu kənddə, şəhərdə. Burada da artıq o yas mərasimi göstərilir. Bəlkə məlhəmi idi matəm bu dərdə. Döndü yas evinə bütün məmləkətdə yas mərasimi qeyd olunur. Kasıb ocaqda da qazan asıldı. Yası matəmi ilə çarəsiz millət elə bil qatildən intiqam aldı. Gücsüzün altığı intiqama bax, zorun qarşısında sustuq hamımız. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Deməli, sən deyir hələ bir gücsüzün intiqamına bax da, gücsüz intiqamını necə alır? 40 gün yas saxlayır, işə çıxmır, matəm saxlayır. Yəni deyir bizim intiqamımız bu oldu. Bir də məsələn dərs əsərində belə bir məqam var idi. Dərs əsərində belə bir məqam var idi ki, orada tələb edirdilər ki, hər kəs işə getsin ki, hamının başı qarşısında, yəni heç kəs üsyan eləməsin. Orada da belə bir məqam var idi. Zorun qarşısında sustuq hamımız. Buranı oxuduq. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Canlı da, cansız da ağlayır bugün. Matəm içindədir ölkə büsbütün. Qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə birgə qan ağlar. Daha sonra qatil gülləsinə, bu da deməli məktəbdə 20 yanvar hadisələrinə görə ki, tədbir keçiriləndə hər zaman biz tədbirlərdə bu şeiri səsləndirirdik. Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanları ilə vətən torpağını çəkdi şəhidlər. O deyir ki, gözünü sabaha dikdi şəhidlər, yəni vətənimizin azadlığına dikdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümün kamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətl günü, burada 20 yanvar hadisəsi xatırlanır. Mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb sökdü şəhidlər. O mümkün olmayanlar da deyir biz mümkün elədik. Xalqın qəlbindəki o qorxunu şəhidlər yox elədi. Cəsurluqları ilə yox elədi. Tarixi yaşadıb diləyimizdə, istəyimizdə deyir bizi tarixi yaşatdıq. Hamımız bir olduq, bir yumruğa döndü o gecə bizdə. Yıxıb köləliyi ürəyimizdə cəsarət mülkünü tikdi şəhidlər. Sanki ürəyimizdə deyir o köləliyi, kimsədən asılı olmağı deyir ürəyimizdən yıxdıq. Cəsarətli olduq. Onlar susturulan haqqı dindirər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər. Axı el qeyrəti çəkdi şəhidlər. Dözdü hər zillətə, dözdü hər şeyə. Dünyada mənim də haqqım var deyə, kütləni xalq edən müqaviləyə qanı ilə qolunu çəkdi şəhidlər. Burada sanki şəhidlər, yəni azad yaşamaq bizim də haqqımızdır deyir. Qanı ilə qolunu çəkdi şəhid. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə, torpağın bağrına cəsədləri ilə azadlıq toxumunu əkdi şəhidlər. Torpağın bağrına cəsədləri ilə, öz cansız cəsədləri ilə, yəni ölümləri ilə azadlıq